Salamlar əziz izləyicilər, hər birinizi yenidən kanalda xoş gördük. Bugünkü videoda mən xaricə gəlməmişdən əvvəl bilməli olduğunuz 10 şey barəsində danışacağam. Yəni 10 cəhət ki, hansını ki xaricə gəlməzdən əvvəl bilməlisiniz, hansını ki mən özüm xaricə oxumağa gəlməzdən əvvəl bilsəydim daha yaxşı olardı deyə düşünürəm və bunları da sizlə paylaşacağam. Çoxsu sırf şəxsi təcrübəmdən gələn bir şeylərdir. Ona görə də diqqətlə qulaq asın ki, həqiqətən də real məlumatlar alasınız, xaricə gələndən sonra problemlə üzləşməyəsiniz. Bu çox vacibdir. Əvvəlcədən xahiş edirəm ki, bir dənə qəşəng like qoyun bu videoya. Bir like düyməsinə basın. Altdan şərhlərinizi yazın. Dostlarınızla paylaşın kim ki xaricdə gəlib oxumaq istəyir, təhsil almaq istəyir. Və bir də ki kanala abunə olub zınqrov düyməsini basın ki, daha çox adam bizə baxsın, sayımız artsın. Mən də daha çox motivasiyalı olum ki, bu videoları sizin üçün çəkə bilim. Deməli, birinci həqiqətən də bilməli olduğunuz şey ondan ibarət ki, xaricə gələndən sonra mədəniyyət şoku yaşayacaqsınız. Mədəniyyət şoku nədir? Yəni təsəvvür edin, uşaqlıqdan öz ölkənizdə böyümüsüz, müəyyən bir mədəniyyət, belə deyək də, kültür daha çox mən buna deyərdim, nəinki mədəniyyət. Mədəniyyət biraz daha belə fərqli anlayış deyim mənim üçün. Bilmirəm nəyə görə. Kültür deyək də, yəni sırf bir kültürün içərisində böyümüsüz və artıq ondan sonra tamamilə başqa bir ölkəyə gedib başqa bir növ də rusun sözü olmasın, belə panyatkalarla falanla rastlaşırsınız, kültürlərlə rastlaşırsınız, nə həm də fərqli-fərqli insanların düşüncələri rastlaşırsınız və bu sizə bir balaca belə qəribə gələ bilər. Məsəl üçün, mən özüm Estoniyaya gələndən sonra gördüm ki, Azərbaycanda belə qəribə hesab olunan bir çox şey burada normal hesab olunur. Məsələn, Azərbaycanda belə qəribə-qəribə panyatkalar var. Mən bunları burada yaşayan azərbaycanlılarla, türklərlə söhbət eləyəndə də, danışanda da hiss eləyirəm, görürəm. Bir balaca bu qəribə panyatkalar var ki, nə bilim də, yəni filan şeyi böyüdən istəməzlər. Nə bilim, özündən yaşca böyüdən məsəl üçün də filan şey istəməzlər. Özündən yaşca böyüyə cavab qaytarmazlar, hətta o sənə xüsusi olaraq da belə deyək də bir ədalətsizlik eləsə belə də. Məsələn, bizdə Azərbaycana var da, yəni özündən böyüyə cavab qaytarma falan. Amma burada məsələn mən görürəm ki, elə şey yoxdur. Məsələn, burada əksinə daha da çox təlqin olunur ki, yəni böyük olsa belə sənin haqqın tapdalanırsa mütləq şəkildə cavab ver, mütləq şəkildə öz haqqını tələb elə. Mənə təəssüflər olsun ki, yəni uşaqlıqdan onsuz da məktəbdə falan heç bir şey belə şeylər öyrətməyiblər və mən də ona görə də burada gələndən sonra bunu görəndə bir balaca mənə qəribə gəlmiş ki, nəyə görə burada belə bir belə deyək də, yəni mədəniyyət var, bir kültür var. Çünki mən belə fikirləşirdim ki, həqiqətən də bu biraz tərbiyəsizlikdir. Bu da Azərbaycandan gələn bir təfəkkürdür. Burada amma məsələn belə şeylərə normal baxılır. Əksinə hətta təşviq də olunur və ona görə də bu bir balaca mənə qəribə gəlmişdi. Yəni belə şeyləri əvvəlcədən mən məsləhət görərdim ki, gəlməmişdən əvvəl fikirləşəsiz, yaxşı-yaxşı bunları öyrənəsiz, ondan sonra gələndə də gözləriniz həlqəsindən çıxmasın. Belə şeyləri görməyə alışasız və bir növ də öyrəşəsiz. Çünki mənim fikrimcə də həqiqətən də qərbdə olan bir çox ponyatiyalar, bir çox anlayışlar, bir çox kültür normaları mənim fikrimcə Azərbaycandakından qat-qat üstündür, bəzi istisnalarla. İkincisi, mən bilmirdim ki, bəzən ev üçün darıxacam. İndi düzdür, bu kanalda bir video var, orada yazmışam ki, Azərbaycan üçün niyə darıxmıram. Həqiqətən də mən Azərbaycan üçün çox da darıxmıram. Məsələn, mənim bəzi dost tanışım var ki, onlar Azərbaycandan ötürü çox darıxırdılar. Məndə də arada bir olurdu belə epizodlar, amma elə epizod olaraq da qalırdı, böyük bir qanunauyğunluq şəklinə keçmirdi. Yəni başqa sözlə mən hər dəfə düşünmürdüm ki, kaş Azərbaycanda olardım, kaş Azərbaycanda belə eləyərdim. Mənim yəni Azərbaycan kimi bir dərdim, belə deyək də, lordu necək yoxdur, digər dost tanışımdan fərqli olaraq. Amma yəni bunu nəzərə alın. Bunu mən məsləhət görürəm. Ev üçün darıxma, homesickness deyirlər ingiliscə. Bu ev üçün darıxma çox böyük ola bilər. Nəyə görə belə deyirəm? Bu da əslində elə birinci səbəblə də az-çox əlaqəlidir. Müəyyən qədər mədəniyyət şoku yaşaya bilərsiniz. Bəzi şeylər sizə xoş olmaya bilər. Evdən daha da çox mən deyərdim ki, o Azərbaycanda yaşadığınız o insanlar, ailə üzvləriniz, dostunuz, tanışınız, qohumunuz, əqrəbavız, aşnavız və belə tipli insanlar üçün darıxa bilərsiniz. Azərbaycanda olan bəzi aktivitetlər üçün darıxa bilərsiniz. Nə bilim də, yəni çox şey ola bilər də. Azərbaycanda yaşadığınız təcrübələr üçün darıxa bilərsiniz və sair və ilə. Yəni bu çox şey ola bilər. Yəni ki, fərqli-fərqli şeylər ola bilər və mən elə dost tanışımı görmüşəm. Azərbaycan üçün xüsusi olaraq darıxmırdılar. Azərbaycanda olan dostları, tanışları üçün darıxırdılar. Çünki burada bir balaca təklik yaşayırdılar. Və bu da elə üçüncü mənim səbəbimə gəlib çıxır ki, yerli adamlarla, yerlilərlə dost tanışlıq qurmaq bir balaca çətindir. O da təbii ki, gedəcəyiniz ölkədən də çox asılıdır. Təbii ki, daha belə istiqanlı ölkələrə gedəndə yerli cəmaatla da dost tanışlıq qurmaq olur, amma
Avropa ölkələrinin böyük əksəriyyətində sizinlə dostlanışlıq quran deyillər. Ələxüsus da sizin əcnəbi və ələxüsus da yaxın şərqli olduğunuzu biləndən sonra ümumiyyətlə sizinlə dostlanışlıq etməyəcəklər. Müəyyən qədər üz-üzə gülə bilərlər, müəyyən qədər sizlə hangout deyirlər də ingiliscə. Yəni ki, ora-bura gedə bilərlər, bir kluba, nə bilim, bara, çölə, bayıra, bazaya. Amma eyni zamanda da onların sizinlə uzun müddətli dost olacağını da fikirləşməyin. Burada dost tapmaq həddindən artıq çətindir, ələxüsus yerlilər arasında. Ona görə də hətta məsələn mənə belə uzun müddət mən bura gəlməmişdən əvvəl deyirdilər ki, türklərlə azərbaycanlılardan uzaq dur, ələxüsus azərbaycanlılardan dedilər uzaq dur, xarici öz və xarici dostlar tap. Amma indi bu dəqiqədə mənim dostlarımın demək olar ki, 100%-i də hamısı da azərbaycanlıdır. Çünki başqaları ilə dostluq eləmək qeyri-mümkündür. Daha sonra dördüncü bilməli olduğunuz şey nədir? Burada daha bahadır hər bir şey. Təbii ki, mən elə biraz Avropa ölkəsi bilmirəm ki, orada Azərbaycandan nəsə ucuz olsun, yəni Azərbaycandan daha ucuz olsun həyat və ələxüsus Azərbaycan pulu ilə gedib orada yaxşı yaşamaq olsun. Mən elə bir ölkə tanımıram Avropada və təbii ki, söhbət əgər Avropa Birliyindən gedirsə, yəni Avropanın bu kasıb ölkələrini çıxsaq da Ukrayna tipli, Serbiya tipli falan tipli ölkələri çıxsaq, Avropa Birliyinin özündə olan ölkələrin heç birində siz Azərbaycandan qazanılan pulla yaxşı yaşaya bilməzsiniz. Hər bir şey daha bahadır. Sizin ya təqaüdünüz olmalıdır, ya da ki, o papanın gül balalarından olmalısınız ki, ailəviz sizi o qədər pulla təmin eləsin ki, burada həyatınız həddindən artıq rahat keçsin. Beşincisi, ələxüsus bu təhsil üçün gələnlərə şamil olunur. Təhsil üçün gələcəksinizsə, yerli təhsil sistemində müəyyən qədər araşdırmağı məsləhət görərdim. Çünki məsələn, burada Azərbaycandakindən daha fərqlidir. Burada Azərbaycandakı kimi lövhəyə çağırıb dərs soruşmurlar hər gün. Burada biraz fərqlidir ki, burada sizin daha çox analitik qabiliyyətiniz önə çəkilir. Məsələn, mən hüquq oxumuşam burada, beynəlxalq hüquq. Bizdə məsələn heç bir zaman faktı bilməyə önəm verilməyib. Məsələn, hamı dərsdə görürdü ki, hamıdan çox faktı mən bilirəm. Mən yəni Azərbaycandan gəlmişəm. Bizdə təhsil sistemi belə olub. Amma Eston tələbələri isə, yerli tələbələr isə daha çox analitik qabiliyyətləri var idi. Daha çox söz deyə bilirdilər. Yəni sözlə oynaya bilirdilər. Confidence nədir? Özgüvən var idi bunlarda. Başa düşürsüz? Onların özgüvəni var idi ki, hətta bilmədikləri şeyi belə bilirmiş kimi soxuşdurmağa çalışa bilsinlər. Yəni bax, Eston tələbələrdə bu var idi. Bizdə məsələn bu yox idi. Bizdə sırf faktı bilmə var idi. Faktı bilirsənsə cavab verəcəksən, bilmirsənsə cavab verməyəcəksən. Amma sırf analitik qabiliyyət ki, məsələn debatlarda çıxıb nəsə bir söz deyəsən, məndə şəxsən bu yox idi. Digər Azərbaycanlı uşaqlarda da və digər bizim regiondan və bizim tipli təhsil sistemlərindən çıxan uşaqlarda da bu xüsusiyyət yox idi. Ona görə əvvəlcədən buna hazırlaşın. Bir balaca analitik qabiliyyətinizi yüksəldin, kurslar falan götürün. Mənim fikrimcə bu yaxşı olardı ki, sırf danışıq qabiliyyəti, public speakingdir, nə bilim, analitik bacarıqlardır, analytical skills, analytical mindset, belə tipli kurslar götürün və yaxud da internetdə araşdırıb müəyyən qədər öyrənin. Beyninizə bunu həkk eləyin ki, burada da gələndə çətinlik çəkməyəsiniz. Altıncısı networkinglə əlaqədardır. Networking də nədir? Şəbəkələşmə. Şəbəkələşmə də nədir? Çoxlu adam tanıma. Bayaq da dediyim kimi burada dost-tanış tapmaq bir balaca çətin olduğundan təbii ki, networkingdən nisbətən çətindir. Amma əslində müəyyən qədər az-çox çalışsan, burada da networking qura bilərsən. Əsas nöqtəni nəyə vurmaq istəyirəm ki, burada networking, yəni şəbəkələşmə, nə bilim də çoxlu əlaqələrin olması həddindən artıq vacibdir. Ələxüsus da məsələndə yaxşı bir iş qurmaq istəyirsənsə, burada biznes qurmaq istəyirsənsə, networking həddindən artıq vacibdir. Ona görə də bura gələndən sonra yaxşı-yaxşı networking qurmağa da çalışmalısınız. Bura deyəndə yəni ki, xaricə gələndən sonra da həm oxumaq, həm yaşamaq üçün, ələxüsus da məsələn yaşamaq üçün networking həddindən artıq vacib bir şeydir. 7-cisi nəyin adını çəkmək istərdim? Mənə görə ən vacib olan şeylərdən biri sırf ixtisasla əlaqədardır. Bu kanala çoxdandan izləyirsinizsə, mənim fikrimcə bilərsiniz ki, mənim bu kanalda bəlkə də bar-bar bağırdığım ən əsas mövzu düzgün ixtisas seçimi ilə əlaqədardır. Çünki mənim özümün başım bundan çox ağrıyıb. Onun üçün də mənim fikrimcə düzgün ixtisasın seçilməsi hər bir insan üçün həddindən artıq vacibdir ki, gələcəkdə başın daşa dəyməsin də, yəni başqa sözlə. Və ələxüsus da bu xaricə gələnlər üçün də çox vacibdir. Çünki xaricə gələndən sonra əgər sizin ixtisasınız o qədər də belə də, yəni güclü ixtisas deyilsə, o qədər də belə tələbatlı, iş bazarında tələbatlı olan ixtisas deyilsə, sizin iş tapmaq imkanlarınız həddindən artıq məhdudlaşır. Biznes qurmaq imkanlarınız da 2 qat məhdudlaşır. Çünki gedib computer science oxuyanda, kompüter elmləri oxuyan bir adam gəlib nə bilim də ürəyi istəyən bir firmanı aça bilər də. Çünki onun kompüter bilikləri var və o bilir ki, nə edəcək. Bir balaca da kreativ ideyası olsa, ümumiyyətlə onun üçün biznes qurmaq daha rahat olacaq.
Amma yox, məsələn, gedib politologiya oxumusunuz, nə beynəlxalq münasibətlər oxumusunuz, nə bilim, deyək ki, hətta hüquq oxumusunuz, məsələn, mənim kimi. Gəlib xaricdə neyniyəcəksiniz? Lap biznes kimi belə neyniyəcəksiniz? Yəni ki, öz sahəniz üzrə də söhbət gedir. Öz sahənizdən kənar təbii ki, nəsə eləyə bilərsiniz. Amma öz sahəniz üzrə neyniyə bilərsiniz ki də? Yəni lapdan hüquqşünas kimi hüquq firması açmaq istəyirsinizsə, yerli dili bilmirsiniz, kimdirsə burada hüquqşünas kimi işləməyə icazə verən. Yəni mənim düzləşdiyim ən böyük problemlərdən burada biri də sırf budur. Yəni bax belə tipli şeylər var. Yəni belə tipli nüanslar var ki, bunları da ciddi-ciddi nəzərə alıb bir süzgəcdən keçirmək lazımdır. Təbii ki, sonra yəni ki, problemlərə düşməyəsiniz. 8-ci problem, yəni əvvəlcədən nəzərə alacağımız bir şey havadır. Avropanın bir çox ölkələrində, ən çox da Şimali Avropaya mən görürəm ki, son vaxtlar çox adamlar gəlir. Hava həddindən artıq soyuq olur. Azərbaycana baxanda soyuq olur. Ona görə də mənim fikrimcə siz Avropaya gələndən əvvəl bu hava məsələsində ciddi-ciddi fikirləşəsiniz. Çünki bəzən hava nəinki soyuq ola bilər, hətta depressiv belə ola bilər. Yəni təsəvvür edin ki, qış vaxtı, məsələn mənim indi bu dəqiqə yaşadığım ölkə Estoniyada qış vaxtı saat 3-də artıq bütün hava, yəni göy qübbəsi də belə deyək ki, qaralır, zülmət, qaranlıq, qar, soyuq, çox depressiv olur. Yəni günəş də demək olar ki, çıxmır. Özdə neçə ay günəş çıxmır. Və belə şeyləri də nəzərə alacaqsınız, çünki çox depressiv olur belə yerdə yaşamaq. 9-uncusu ev təminatı ilə əlaqədar. Evlər buralarda bir balaca bahalaşır. Ələxsə bu Rusiya-Ukrayna müharibəsindən sonra ümumiyyətlə daha da çox bahalaşıb. Ev tapmaq da çətindir. Normal qiyməti tapmaq ümumiyyətlə çətindir. Həddindən artıq bahadır bütün evlər. Və bax belə şeylər də sonra üst-üstə gəlir. Sonra da görürsüz ki, ya çox bahalı bir evdə qalırsınız, aldığınız maaş da hamısı yəni ora gedir və yaxud da stipendiya ora gedir və normal yaşaya da bilmirsiniz. Ya da ki, ümumiyyətlə burda yaşamaq istəmirsiniz. Çünki bütün xərclər üstünüzə gəlir. Ev xərcləri də içində daxil. Və 10-cu da mən bunu çox yüksək, belə deyək də, əminliklə bir növ vurğulamaq istəyirəm ki, siz ölkəyə nə vaxtsa getsəz, həm də ailənizi ziyarət eləmək üçün, dostlarınızı görmək üçün, ümumiyyətlə və yaxud da istirahət üçün falan, siz görəcəksiniz ki, tamamilə başqa bir adamsınız və ölkəyə gələndən sonra elə bil belə hiss eləyəcəksiniz ki, sanki bu yer sizə yaddır. Şəxsən məsələn məndə bəzən belə bir təəssürat oyanır ki də, mən Azərbaycana gedəndə elə bilirəm ki, mən xaricə gedirəm artıq. Yəni mən artıq bir 5-6 ildir burada yaşayıram və Azərbaycana gedəndə ciddi-ciddi elə təəssürat oyanır ki, məndə sanki mən xarici ölkəyə getmişəm. Bax belə bir qəribə bir orda təzad formalaşır sanki. Bax belə şeylər var. Bu 10 dənə dediyim şeyi nəzərə alın. Ümid edirəm ki, bu video sizin üçün faydalı oldu. Əgər məndən xaricdə təhsil yaşamla əlaqədar məsləhətlər almaq istəyirsinizsə, əgər ixtisas seçimində problem yaşayırsınızsa, xaricə getmək üçün universitet seçimində problem yaşayırsınızsa, mən sizə bu barədə məsləhətlər verə bilərəm. Mənim bu sahədə 6 illik təcrübəm var, hətta ondan da çox. 2019-cu ildə yəni mən xaricə gəlmişəm. 6 illik təcrübəm var həm xaricdə təhsil yaşamla əlaqədar, həm ümumiyyətlə də təhsillə yaşamla əlaqədar. 2015-ci ildən bu sahədəyəm. Artıq 10 ildir və sizə həqiqətən də çox qızıl kimi məsləhətlər verə bilərəm. Bu məsləhətləri məndən almaq üçün ya bu e-mail ünvanına yazın, ya da bu Instagram hesabına yazın. Mənə fərdi əlaqəyə keçin. Oturaq sizlə seanslar təşkil eləyək istədiyiniz zaman ərzində və mənə bütün sualları verin, mən də bütün suallarınıza sizin cavab verim. Sizə həqiqətən də yol göstərim ki, xaricdə əgər oxumaq istəyirsinizsə, yaşamaq istəyirsinizsə, hansı yollarla gedə bilərsiniz, hansı yollarla nəsə eləyə bilərsiniz, hansı universitetləri seçə bilərsiniz, hansı universitetlərdə sizin üçün yaxşı təqaüdlər var və sair və ilaxır. Bütün bu mövzularda mənə müraciət eləyə bilərsiniz. Hətta xaricdə məsələn də universitetə qəbul üçün motivasiya məktublarının yazılmasında da sizə çox böyük köməklik eləyə bilərəm. Əvvəlcədən sadəcə olaraq deyim ki, bütün bu xidmətlər pullu olacaq. Ona görə də əvvəlcədən bunu nəzərə alın, xahiş edirəm. Belə, ümid edirəm video sizin üçün faydalı oldu. Kanala abunə olub zınqrov düyməsini basmaq yaddan çıxmasın. Özünüzə yaxşı baxın. Allah amanında.